Varlığı varlıqdan uzaq edib məhv eləmək olmur. Varlığı uzaq elədikcə yenə də öz varlıq əsaslarına qayıdacaq. Məsələn, yer məkanında olan tarixlər də öz tarixliyinə qayıdır. Əvvəlki hadisələr özlərini yenə də o cür göstərir. Niyə? Yığımı bu cür yığıblar. Bu cür də özünə qayıdıb təkrar olunacaq. Əgər başqa cür yığımlar olsaydı, elə o cürdə təkrarlıqlar baş verərdi. Bunların hamısının himi özülü üstündə qurulması əsasları varlığın özü və böyük yaradanın özüdür. Yəni bu varlıq böyük yaradanınkidir, ona məxsusdur. Varlığı məhv eləməkdən ötürü onu gərək böyük yaradanından uzaq edəsən. Böyük yaradandan ona görə heç bir varlığı uzaq eləmək mümkün olmur ki, onun işığının vəhdətindədirlər. Əgər nəzəri surətdə düşünsək ki, bu işıq toplumunu bir yerə toplamış olsaq, onda həmin işıq toplumu özünü yaratması üçün partlamalıdır. Partlama var, yaradıcılığa xidmətçidir. Partlama var, dağıntıya, məhvə. Bu sonuncu balaca bir sahəni dağıdır, amma köklü sürətdə məhv eləyə bilmir. Demişik ki, yaranışın ilkindən böyük yaradan işığının toplumundan böyük partlayış oldu. Və beləliklə kainat yarandı. Görürsən, böyük yaradanın işıq vəhdəti toplumunu özü yaratdı. Özü topladı bir yerə ki, yaranış başlasın. Yaranış topa kütlə ilə deyil, hissələrlə olmalıdır. Vahid kütlə formasında kainat olmaz. Bax, onun öz yığımından partlama baş verdi. Partladı, dağıldı, məkanlaşdı. Yəni heç yerə getmədi, məhv olmadı. O özü öz işığından işıq payları payladı ki, bu yaradıcı olacaqdır. Yaranışa xidmətçi olacaqdır. Bunun üstünə yaranış gələcəkdir. Məkanlar, qalaktikalar arasında deyirsiniz ki, dumanlıqlar, toz torpaq var. Bu onu göstərir ki, ilkdən ilk yaranış bir yerdə dayanmayıb. Yaranış prosesinin davamıdır, ardıcıllığıdır. Və böyük partlayış özünün əlamətini burada da göstərir. Həm də haqqında danışdığımız fəzalar arasında olan təqribən 3 Kelvin temperaturu da onun qalıq, relikt temperaturudur. Bu temperaturu Selsius şkalası ilə ifadə etsək, -270 dərəcə Selsi edər. Görürsən, böyük partlayışdan alınan yaranış bircə dəfə yaranıb öz yerindəcə dayanmayıb. Bu yaranışa əbədilik gəlibdir. Bozluğun rəng çaları formasında bir yığımı var. Bir də bundan uzaqlığı var. Bozluğun toplum yığım halı ilkin sikldə xaçılığı gətirdi. Bu xaçılığın da özünün sonradan funksiyası olacaq imiş ki, özündən istilik temperatur verə bilsin və yaranışa qidər olunda enerji olsun. Görürsən, 3 birlikdən bir varlıq yarandı. İndi o varlığı məhv etməkdən ötürü bu üçlüyü bir-birindən ayırmaq lazımdır. Ayrılmır. Belə çıxır ki, onları ayırmaqdan ötürü cəm kainatları gərək məhv eləyəsən. Bu da mümkün deyil. Bu vəhdətdir. Vəhdəti də sabit saxlayan böyük yaradanın özünün işığıdır. Axın işığıdır. Bu hadisələrin heç biri inkar üstündə deyil. İnkar sənin sonrakı özündən uzaqlığındır. Özündən uzaqlığın sənin cəm işıqlardan uzaqlığındır. Bu uzaqlıq böyük yaradandan uzaqlıq gətirir. Sən ondan uzaq deyilsən axı. Sənin bir işıq payın var. Sən beynində zahirən qəbul edə bilərsən ki, hamısı puçdur, fanidir. Hə, bu puçluğu, faniliyi düşünənlər hələ çoxdur. Yox qardaş, bu fani deyil axı. İlkdən ilk var və sən varsan. Və sən özündən sonra yenə də sən olacaqsan. Bu əbədi hərəkətdir. Fani nəyə deyirlər? Hanı fanilik? Faniliyin sonluğu gətirib çıxarar yalan üstünə. Güya ki, cəm bu ətrafda olanlar ilə yalandır. Yox, yalan deyil, yalan yoxdur. Fanilik məna etibarilə puç anlamıdır. İnsan gərək etdiklərində özünü maddiliyə bağlamasın. Maddiliyə bağlanıb mənasızlıqlar edəcəkdir. Geriyə, oraya qayıdacaq. Orada bu maddi alam olmadığından yığdığı insanı onda xilas edə bilməyəcəkdir. Böyük yaradan dərgahına qayıdışda isə
daha bu maddelik aleminde değil. Oradaki müqəddəsliklə müqəddəslər arasında olacaq. İnsan yer aleminde özünü bu aleme değil, kainatlara, o müqəddəsliğe bağlamalıdır.